olsun, Kamranın olsun, Nağıyevin olsun, oğrudur, quldurdur. Əli Nağıyev sənin bütün qohumun, özün, qardaşın, əminin oğlu, hamınız oğrusunuz. Sən gəlib yapışmısan Əfqandan. Niyə? Çünki Əfqan İlham Əliyev rejimi tənqid edir. Müstəqil düşüncəli jurnalistdir. İnsan kimi insandır. Bu adam haqqı yazdığı üçün gəlib yapışmısan sadə vətəndaşdan, jurnalistdən ki, sən cinayətkarsan. Nağıyev, İlham Əliyev Əfqanın cinayətlərini niyə cəmiyyətə təqdim etmirsiniz? Sual verirəm. Niyə fakt və sübutla gətirib 2 dənə dılğır, 2 dənə qədəçəni, 2 dənə narkomanı Əfqanın üzünə qoyursan? Sənin rəhbərliyində, sənin qurduğun rejimdə bu cür dılğır, bu qədər qədəçə, bu cür narkoman çoxdur. Bu qədər yıxsan yüzlərlə, millərlə bu cür üzə duran var. Yaltaq var, simasız var, şərəfini satan var. Gəlib Əfqan da üzünə durar, başqalarının da üzünə durar. Mən deyirəm real faktlarla, bugün real faktlarla sizlərə qarşı şikayətçilər var. Amma heç birinə Kamran Əliyev, heç birinə cinayət işi açmır. Nə prokurorluq cinayət işi açır, nə DTX, nə polis, heç biriniz. Bilirsiniz niyə? Çünki başında siz durursunuz. Çünki bütün cinayətkarları himayə edən sizsiniz. Çünki cinayətkar sizsiniz. Və buna görə də bu çıxış yolu deyil. Bir daha deyirəm. Biz sona kadar mübarizə aparacağıq. Yox, illah ki deyirsiniz siyasi değil. O zaman bir daha deyirəm. Gəlin mən sizə jest edirəm. Mən sizə jest edirəm. Bir vətəndaş olarak deyirəm ki, Əfqan Sadıqovun cinayət işini bağlayın. Özünüzü biabır etməyin. Bu ləkəni üzərinizdən götürün və sübut edin ki bu siyasi değil. Çünkü siz fakt və sübut ortaya koymayınca, faktsız və sübutsuz insanları, jurnalistləri həbs elətdirdikcə siz biabır olacaqsınız. Bəli, biabır. Mən ona görə danışıram ki, mən real olarak bu rejim tərəfindən hədəfdəyəm, ailəm hədəfdədir, körpələrim hədəfdədir və buna görə də danışıram. Özümün real yaşadığım həyatı danışıram. Real başıma gələnləri danışıram. Halbuki jurnalist olarak da milyonlarla insanın məhkəmə sisteminin, polis sisteminin, prokuratura sisteminin, DTX sisteminin qurbanları olduğunu görmüşəm. Mənim danışılacaq çox sözüm var. Çünki mən reallığı görən, reallığı bilən insanam və bu reallığı heç bir zaman gizlətməmişəm. Hər zaman səsləndirmişəm, hər zaman kameramın obyektindən çəkmişəm, yazmışam, cəmiyyətə çatdırmışam. Amma İlham Əliyev nədənsə bu cür insanları vətənə düşmən kimi təqdim edir. Əsil düşmən xalqın malını yeyəndir. Əsil düşmən Azərbaycan xalqının uşağının haqqını yeyəndir. Əliyev, sən Azərbaycan xalqının övladlarının haqqını, Azərbaycan xalqının uşaqlarının haqqını nəvənə yedizdirirsən. Sən ama prezident postundasan. Ama biz heç bir yeyintidə, talantıda, cinayətdə əlimiz olmuyor mu? Bizi xalq